Gəldiyimiz bu xeymələr Kərbəla hadisəsinin başlanğıc nöqtəsidir. Kərbəla hadisəsi bu yerdən başlayır ki, İmam Hüseyn əleyhissalam əhli əyalı burada xeymələr qurulur. O ki, qabağını kəsir Hürr ibn Riyahi qabağını kəsir və deyir, nə Küfəyə tərəf gedə biləcəksən, nə də ki Mədinəyə tərəf, sən burada qalacaqsan. O zaman İmam Hüseyn əleyhissalam əmr verir ki, xeymələri burada quraq. Kərbəla hadisəsinin başlanğıc nöqtəsi buradır ki, İmam Hüseyn əleyhissalam ki, Tasuya qədər, Aşura gününə qədər burada qalır və 10 gün müddəti, 7 gün müddətində burada qalır və Aşuranın başlanğıcı ki, buradan başlayır. Təsəvvür edin, bütün şəhidlər hər birisi xeymələrin qarşısında burada dayanır və bir-bir İmam Hüseyn əleyhissalamla sağollaşırlar, hərəkət edirlər döyüşməyə. Təsəvvür edin, Həzrəti xanım Zeynəb salamullah aleyha ki, onları bir-bir yola salır, İmam Hüseyn əleyhissalam onları yola salır və onların cənazəsi gələndə bu şəhidlərin qabağına xanım Zeynəb çıxardır. Təsliyyət ərz edərdilər xanım Zeynəbə. Xanım Zeynəb çıxardı onların qarşısında dayanardı. O ki, xəbər verdilər, dedilər ki, xanım, sənin oğlun, sənin övladların ki, şəhid olublar, onların da cənazəsi gəlib. Çıx xeymədən, çıx xeymədən sənə təsliyyət ərz edəyək, başsağlığı ərz edəyək. Çıx o övladlarını, şəhid olan övladlarını qarşıla. Onu deyəndə xanım Zeynəb salamullah aleyha dedi, yox, mən çölə çıxmayacaq. Digər şəhidləri ki, qarşılayaram, amma övladlarımın cənazəsini qarşılamayacaq. Dedilər, xanım, niyə? Dedi, birdən mən çıxaram çölə, övladlarımın yaralıb cisimlərini görərəm, cənazələrini görərəm, mən pis olaram, məndən ağlamaq gələr, göz yaşı gələr, ağlayaram, birdən ağlamağım İmam Hüseynə təsir qoyar və İmam Hüseyn əleyhissalam düşünər ki, mənə görə sənin övladların şəhid oldu. Mən İmam Hüseyni, qardaşım Hüseyni belə üzgün görmək istəmirəm ki, deməsin ki, məsələn, düşünməsin ki, hətta belə düşünməsin ki, bacı, bağışlayasan məni, sənin də övladların mənə görə şəhid oldu.